Hər vaxtınız xeyir olsun. Xoş gördük sizi. Bugün görüşümüzün ikinci günüdür və mən çox şadam ki, bizdə Laçında olan xanımlarımız belə bir görüşümüzdə, belə bir maraqla bizim proqramda iştirak edirlər və mən də çox şanslıyam ki, bugün Laçınımızın dəyərli xanımları hər biri burada. Hətta qonaqlarımız var. Laçında yaşamaqlarına baxmayaraq bizim həkimimiz buradadır. Onun özünün xüsusi bir bacarığı olduğu üçün istədi ki, hər gün bizimlə bərabər olsun. Və bir daha mən arzu edirəm ki, bizim gələcəkdə qurduğumuz bütün işlər yeniliklərlə dolu olsun və bizim bacardıqlarımız, Elmira xanım, gördüyümüz bütün işlər istədiyimiz kimi olsun, nailiyyətlərimiz əldə olsun. Necə ki, dünən biz təqdimatda söylədik, Can Laçının nə gözəl adı səsləndiyi kimi, Laçın sakinlərinin də bunlar kimi adları hallansın və biz də görək ki, doğrudan da bunların hamısının əməyi və inkişafı var. Mən arzu edirəm ki, bacardığımız bütün işlərin hər birində biz satışımızı da bacaraq, bütün əl işlərimizi də nümunə kimi göstərək və demək olar ki, bunların təbliğatını apara bilək, öz sahibkar kimi brendimizi biraz, necə deyərlər, yarada bilək. Brend deyəndə məsələn, götürürük biz, hər birimiz Laçında görürük ki, Bal Kamal deyəndə deyirlər ki, Bal Kamal. Onun bir brendi var. Can Laçın məhsulu deyəndə Can Laçının bir logosu var. Həmən insanlar düşünürlər ki, nə gözəl ki, bu adlar var. Naxışlı deyəndə, tikiş fabriki deyəndə, Latifə deyəndə bilinir ki, Laçında hansı fabriklər var, hansı sexlər var. Məsələn, mənim adımı çəkəndə hər kəs deyər ki, İradə xanımın da özünün öz brendi var. Bir sahibkar xanım kimi, bir vətəndaş cəmiyyətinin rəhbəri kimi bir logosu var. Azərbaycan qadınlarının haqlarının müdafiəsi. Görün, bu loqonu düşünmək üçün, brendi yaratmaq üçün biz nə etməliyik? Öncəki günlərdə danışmışıq ki, biz xüsusilə özümüzün işimizə uyğun öz brendimizi də yaratmalıyıq. Məhz sahibkarların da hər biri bu brendi yaratmaq üçün öz zövqünə uyğun hər hansı bir nümunəni seçə bilər. Necə ki, mən qadın seçmişəm, Can Laçın özü məhsullarından ibarət olan digər bir loqo seçib, Latifə tikiş sexi bir başqa, Bal Kamal özünün adına məxsus, orada özünün də bu arıçılıqla bağlı böyük bir brendin hazırlayıb. Yəni bu da bizim nədir? İnkişafımıza aiddir. Sonra bizim dərzilərimiz burada tikiş sexi açıblar. Burada Reyhan xanımın, sizdə xüsusilə Reyhan xanım, adı necə? Nur gedir də sizdə. Nur tikiş sexi gedir. Bəli. Yəni bunların hamısını biz xatırlatmaqdan məqsədimiz bundan ibarətdir ki, hər günü biz danışmaqla deyil, gördüyümüz işlərlə həyata keçirək və məhz də buna görə mən istədim ki, çox danışmaqdansa gördüyümüz işləri təbliğ etmək və mehriban bir ailə kimi çay süfrəsi arxasında özümüz öz müzakirələrimizi davam etdirək. Belə olanda bəzən görürsən ki, rəsmi qaydada gedir. Məhz qadınlarımızın istəyinə uyğun olaraq biz bu məkanı seçdik. Bu məkanın sahibəsi də üzün bizi açdığına görə, qapıların bizim üzümüzü açdığına görə təşəkkür edirik Nigar xanıma ki, belə bir şərait yaradıb bizə. Təşəkkürlər Nigar xanım. Və özü sahibkar olmasına baxmayaraq, sevərək oturur bizim görüşlərimizdə ki, ən azından nə isə təbliğ etsin, necəsə bizə istiqamət versin. Bizim gənclərimiz var, yəni Aysu xanım burada, Aybəniz burada, bunların da həvəsləri var. Bizim burada Aydan özü, bunlar arzu edirlər ki, nəsə öyrənsinlər, nəsə həyata keçirsinlər. Bəlkə də onlar orta məktəbi bitirdikdən sonra düşünəcəklər ki, biz bu işi görmək istəyirik. Bizim elə gənclərimiz var ki, yeniyetmələrimiz var ki, hətta 9-cu sinfi bitirəndən sonra istəyirlər dərzi olsun, aşpaz olsun, nə bilim, əl işləri, naxışlar bəzəyi etsin, kosmetolog olsun və s. Buna görə də mən də istəyirəm ki, bizim gənclərimiz daha çox aktiv olsunlar. Və dünən bizim gördünüz ki, birinci görüşümüzdə 25 nəfərə yaxın qadın vardı. Bugün biz onların öz seçiminə buraxdıq ki, ən çox sahibkarlıqla məşğul olmaq istəyən insanlar kimdirsə, onların gələcəkdə hansısa bir karyerası olacaqsa, o xanımlar bizlə bərabər iştirak etsinlər. Sabah da yenə davamlı olacaq, digər günlərdə davamlı olacaq və o insanlar yenə də iştirak edəcəklər. Və bunun az sayda olmasının
bir gözəlliyi, özəlliyi var ki, daha yaxşı biz dinləyə bilirik, daha yaxşı öyrənə bilirik və daha yaxşı həyata keçirə biləcəyik. Necə ki, Həvva xanımın dünənləri, əl işlərini burada gördük. Biz onu təbliğ eləyəndə hardasa 30 nəfərin içərisində biz hansısa müzakirədə cavab ala bilsək, o bizə çətin gələ bilər. Amma az sayda olanda, bu cürə qrup halında olanda daha çox yaddaşımızda qalacaq. Qəmzə xanıma da çox xoş gəlmisiniz deyirəm. Çünki Zibə xanım, hər zaman Qəmzə xanım özü bizim yanımızda olub. Dünən müəyyən səbəblərə görə yanımızda deyildi. Amma qalan günlər və bizim gənclərimizə hansısa bir mövzular təbliğ lazım olursa, yenə də yanımızda olacaq. Buna görə təşəkkür edirəm. Çünki sizlərin hər birinizin əməyi böyükdür. Bu əməyi qiymətləndirmək üçün biz çalışmalıyıq ki, bax belə birliyimizi həyata keçirək. Ona görə də çay süfrəsi arxasında müzakirələrimizi davam etdirək və dünən burada bizim hansı xanımlardan idi? Reyhan xanım kursla bağlı bir şey danışdı ki, burada kursun açılması, yeniliklərin olması. Mən istəyirəm ki, Reyhan xanım bir balaca açıqlama versin ki, insanlara necə dəstək olar və sonda Şəlalə xanımın ixtiyarına verəcəm ki, necə ki, dünənləri hər birimiz arzu etdik ki, o düzəltdiyi əl işləri necə satır? Biz onu burada görək və onun nümayişini də görək, satışını da lazım olsa təşkil eləyək. Olmadığı təqdirdə bizim uşaqlarımız bunları öyrənsinlər. Gələcək nəsil bilsin ki, hə, mənim əl bacarığım varsa, yaradıcılığım varsa, mən bunu bacarıramsa, nədən mən bunu gizli saxlayım? Mən bunu aşkar edim və bunu təbliğ edim. Elmira xanıma da xüsusi təşəkkürümü bildirəm ki, bu cürə ən ağır məsuliyyətli anama kimi yerdə işləyən bir xanım bizim görüşlərə sevərək gəlir və onun kosmetolog kimi necə bir əl qabiliyyətinin olması böyük bir, mən deyərdim ki, nailiyyətdir. İnşallah ki, sizin də sahibkar kimi bu fəaliyyətiniz də daha geniş şəkildə olar və bunu genişləndirməkdə hər birimiz bir-birimizə yardımcı olaraq. Reyhan xanım, öz tövsiyənizi istəyirəm bizim gənclərimizə verəsiniz. Aydan xanım, üzr istəyirəm, Aydan xanım, Aybəniz xanım, Sevil xanım, qoy Şəlalə xanım. Bunları sizdən öyrənsinlər ki, sabah onlar bu kursları yaradanda daha aktiv olsunlar. Xüsusilə Ramilə xanım, Nəzakət xanım, buyurun. Çox istəyərdim ki, əvvəlcə sizə təşəkkür edirəm, gözəl təşkilatçılığınızla. Mən çox istəyərdim ki, mənim peşəm itməsin, batmasın. Məndən sonra gələn nəsillər heç olmasa davam eləsin. Amma baxıram ki, cavanlarımız az meyil olur tikişə, az dərziliyə, belə öz dilimizdə desək, dərziliyə. Tikişi bacaranlarımız var, amma sənətkar kimi, dərzi kimi, hər şeyin remont, ən çətin peşələrdən biri bizdə, remont. Kəsdi, işi qoydu qabağına, görsətdi, o tikir. Amma hər hansı bir modeli gətir, onda o yeniliyi eləmək, o belə çətin peşədir. Çətin, bizim peşənin ən çətinidir. İstərdim ki, kiçik bir kurslar yaradılsın. Məsələn, dərziliyi bacaran, tikişi bacaran, amma dərziliyi bacarmır. Düz tikişi bacarır. Amma gəlsin, mən onu öyrədim, cibi tikməyi, hansı modelləri yeniləməyi, yeni avadanlıqlarda necə işləməyi. Axı, əvvəl başqa maşınlar işləyirdi, amma indi təzə texnologiyadır, kompüter sistemidir. Onu da hər qızlarımız, hər gəlinlərimiz işlədə bilmir. Çox istərdim ki, o kurslar açılsın və mən də onlara o yeni avadanlıqların dilini öyrədim, bildiklərimi öyrədim. Mən özüm bu dəqiqədə öyrənirəm. Bu yaşda yenə də yeniliklərlə irəliləyirəm və öyrənirəm. Çox istərdim mənim peşəm bitməsin, batmasın. Təşəkkür edirəm. Laçında peşə məktəbində yetirmələrim də çox olub. Bakıda da mənim yetirmələrim olub. Öyrətmişəm də, tikiş sexində staj işləmişəm. Düz tikişi bacarıb, amma bəzi şeyləri bacarmayıb, işləri bacarmayıb. Mən onu öyrətmişəm. Hal-hazırda Binədə, Bakıda Binə qəsəbəsinə getsəm, bəlkə 90% tikiş sexində mənim yetirməliyim. Amma istərdim bu Laçında da olsun. Olar inşallah. Tikişi bacaran xanımlarımız var. Biri deyir pastel tikirəm, biri deyir məhrəba tikirəm, nələrsə tikirəm. Amma bəzi işləri onları öyrənim. Təşəkkür Və edirəm. təcrübələri çox olsun. Özüm də onlarla yeni bir təcrübə yaradım.
Bunu çox istərdim Laçınımızda. Təşəkkür edirəm sizə. Yenə də bax, hər birinizin hansı bir təklifi varsa, yəni yenə də danışdınız. Ümumiyyətlə bu günləri eşitmək də gözəldir. Elmira xanım, siz də Qəmzə xanım, Həvva xanım, Ziba xanım, nə fikriniz varsa deyə bilərsiniz ki, daha hansı bir yeniliyi gözləyirsiniz buradan? Biz necə eləyə bilərik ki, daha da inkişaf edək? Bu proqramı, yəni bu günləri burada qatlayıb, hər hansı bir vərəqimizin, kitabımızın içərisinə qoymayaq. Biz bunu açıq elan eləyək. Hardasa düşünək ki, bizim necə ki Sahibkar xanım, Nigar xanım bu cürə təşəbbüskarlıq göstərib, təşəbbüs göstəribdir, bu addımı atır. Bütün məhsullara verdiyi gözəllik bir sahibkarın nə idi? Nəticəsidir. Onun özəlliyidir, gözəlliyidir. Təranə xanım bu gün burada iştirak eləmir, onun dəstəyi böyükdür. İnanın ki, onun özü əsl sahibkardır. Əsl təbliğatı güclüdür, maarifləndirməsi güclüdür. Bu günləri bizə nə lazımdır? Nigar xanım kimi, Təranə xanım kimi, Elmira xanım kimi insanlar təbliğat aparsınlar. Elə bir təbliğat olsun ki, sabah nazirliklər baxanda açıq şəkildə rəy versinlər ki, bəli, sexlər qurulmalıdır, tikiş yerləri açılmalıdır, şirniyyat sexləri açılmalıdır. Bütün bu hansı ki məhsulların satışı üçün mağazalar genişləndirilməlidir. Hər bir şeydə bizə dəstək olan dövlət dəstəyinə hər zaman təşəkkür etməliyik. Ona görə də biz Azərbaycan Respublikasının dediyim kimi qeyri-hökumət təşkilatlarına dəstəyi var bizim. Hər zaman dövlət dəstəyi olan yerdə çalışırıq ki, nəsə eləyək. Şəxsən mən hər hansı bir planım olanda dövlətimə müraciət edirəm ki, ən azından mən hansı addımı atsam, bu proqramla getsəm, nə olsun ki, mən Laçın adım var. Nə edə bilərəm? Yəni bu sualla baxırlar bizə, qiymət verirlər, düşünürlər ki, rəy versinlər, necə eləyək ki, olsun. Və hamımız Laçınlıyıq artıq. Burada bu günləri sabah Reyhanın bir toplantısı olar, hamımız getməliyik. Elmira xanımın, Qəmzə xanımın, Şəlalə xanımın, Aydan xanımın. Yəni belə görüşmələri biz artıq tez-tez etməliyik ki, daha gözəl nəticə versin. Düzdür mü Elmira xanım? Həvva xanım, nə demək istəyirsiniz? Mən nə deyim? Mən nə... O gözəlliklər, o bacarıqlar. Yaşından sonra nə sahibkar ola bilmirəm. Yaş o yaş deyil. Mən də ancaq qonaq üçün, nə bilim, gələn uşaqlarım üçün, nəvələrim üçün, sizlər üçün, gələn qonaqlar üçün mən də süfrələrimi bəzəyərəm, ondan sonra əl qabiliyyətimi orada göstərərəm. Da yoxsa başqa mən eləyə bilərəm. Deməli, görürsünüz nə qədər gözəl fikir söylədi siz burada. Həqiqət budur. Nənəli söylədi ki, bütün bu əl işləri ilə ibarət güllərin, salfetkaların düzülməsi, yəni digər konfetlərin, şokoladların hazırlanması Qəmzə xanım təsəvvürlə ki, gətirmişdi, biz ondan dad eləmişik də, nə gözəl əl qabiliyyəti var. Reyhan xanımın dediyi kimi Həvva xanım da o kurslarda iştirak edə bilər. Bizim uşaqlarımıza, bəli, şirniyyat sexində müəllim kimi göstərə bilər, biri həkim kimi göstərər, o birisi dərzi kimi, digəri bacarığı olan əl işləri ilə bağlı. Aydan xanım arıçılıqla məşğul olur, heç o danışmır dünəndən ki, görək bu qaydanı necə bir yaratdı. Bir sahibkarsan, kiçik bir, bəli, Hafsin yeridir, o da yox. Hafsin arılarına baxar. Bəli, indi ona görə də arıçılıqla bağlı mən istəyərdim ki, Aydan xanım, bir kiçik bir haşiyə çıxasınız ki, siz onu Laçında inkişaf etdirmək üçün hansı zonaya aparmışsınız, necə oldu ki, siz məhz arını seçdiniz, bu haqda bir balaca məlumat verin. Əslində təşəkkür edirəm söz verdiyinizə görə. Mən arıçılıqla bağlı demək istəmirdim, digər başqa bir məsələ Onu da demək deyirsiniz, istəyirdim. bəli. Dünən xanımla tanış olduq. Laçınlı xanımların belə bir böyüklərdən üzr istəyirəm də, elə bir avır həyası var ki, onlar belə kosmetoloqa və yaxud da çox üzr istəyirəm, bir yerə ağrıyanda, bir masajistə gedəndə kimisə qapısına getməz. Amma sırf qadınlar üçün kosmetoloji bir mərkəz olarsa, orada biri mezoterapiya eləyərsə, saçı tökülərsə, birinin boynu tutularsa, orada bir xanımlarımızdan masajı bacaranlar Fizioteraplar olsa, məsəl fizioteraplarla da bəli. Məsələn, elə mərkəzlərin düşünürəm ki, Laçında ehtiyac var elə mərkəzlərə. Yəni, insan sahibkar olanda, məsələn, mən bir işi görərəm, xanım bir işi görər, işi paylaşmaq lazımdır. Laçında təəssüf ki, bu dəqiqə mənimsənilir, bir nəfər öz yükü öz üzərinə götürür də. Amma biz sahibkar deyəndə onu nəzərdə tutmalıyıq, bir-birimizə dəstək olmalıyıq.
Mən nəyi bacarıramsa onu göstərməliyəm, xanım nəyi bacarsa onu göstərməlidir. Bir mərkəz işlənirsə orada xadiməsi də olur, kosmetoloqu da olur, masajisti də olur. Yəni bunların hamısı bir arada olanda düşünürəm ki, kompleks şəkildə, yəni hər birimiz onda işə cəlb olunuruq. Yoxsa mən arıçılıqla məşğulam, tutaq ki, mən dağa aparanda bir nəfər mənim əmim, qohumum, daim etibar elədiyim birisi ilə bərabər mən aparıram dağa yerləşdirirəm. Mənim orada laçınlılarıma ancaq o baldan belə fürsətim olur da ki, yəni gətirim sunum. Yəni belə düşünürəm, amma işi genişləndirəndə böyütmək lazımdır ki, hamı o işdən xeyir götürsün. Yəni mən belə düşünürəm. Teşekkür ederim Aydan xanım. Doğrudan da mən burada arıçılığı deyəndə mən ötən illərdə də bizim təlim olanda bizim burada o insanlardan yoxdur. Nəzakət xanım, Sevi xanım buradaydı. Mən kamerada da açdım, göstərdim ki, bu bizneslə bağlı, biznes planının yazılması, sahibkar xanımın, sahibkar bəylərin necə olmasına deməli Afrika ölkəsindən idi. Amerikada yaşayır, canlı qoşuldu və söylədi ki, mən təmənnasız gəlib sizin xanımlara bu mövzuda təlim verə bilərəm, arıçılıqla bağlı. Və aydan sonra qoşuldu o onlayn o təlimə. O təlimdən sonra artıq gedəndə Şam kəndi, Ələkçi kəndində, Laçının Bilucqar kəndidir. Oraya gedəndə o arı paltarını da geyir, digər şeyləri də girir arının içərisinə. Dərmanlar da maraqlıdır. O dərmanlar da maraqlıdır, beşələr necə gəl filan. Bizim burada, onu da qeyd edim ki, video kameranımız məşhur Nicat bəy də bu işlə məşğuldur. Onların ailəsi də xüsusilə bu sahibkarlıqla məşğuldur. Bugün Səmirə xanım iştirak eləyə bilmədi müəyyən səbəblərə görə. Nicat bəy özü buradadır. İndi Aydan xanım da istəyir Nicat bəyin çörəyinə də biraz şərik olsun. Ona görə də yəni biz sizin fikrinizdən tam razıyıq. İndi çayımız da gəlsin, çay içə bizim çəkilişdə davam eləyir. Təşəkkürlər Nicat xanım, deyərsinizsə. Demək, Aydan xanımın bir məsələdədir o, kosmetoloji məsələyə gətirəndə. Burada işləyən olan xanımların əksəri Həvva xanım. Lazer aparatını bilən xanımlar var burada. Gözəllik, kosmetoloji Elmira xanım. Digər gözəlliklə bağlı Nəsibə xanım bugün gəlməyib, Şəlalə xanımın özü. Lazer aparatını bilən yüksək səviyyədə Aydan xanımın özü. Fizioterapiya aparatlarını işlədən. Amma Laçında bu prosedurları həyata keçirtmək üçün heç bir şərait yoxdur. Bu gün biz də belə toplantıları, belə görüşləri aparıq ki, Qəmzə xanım çalışırıq ki, görək bunların hansı reallaşa bilər. Ötən illərdə bu cürə görüşmələrdən sonra bir neçə insanlar işlə təmin olundu. Biri öz tikiş yerini açdı, digəri kosmetoloji gözəllik salonuna işçi kimi getdi. Digəri öz evində bu gözəlliyi təşkil elədi və gözəllik salonu kimi işlədir axı hazırda da. Yəni bunların hər birində bizim böyük bir üstünlüyümüz var. İndi siz danışın. Şəlalə xanım, istəyirəm çay da gəlir. Siz o məhsullarınızdan... Buyurun, Qəmzə xanım, buyurun. Hazırda Laçını qaldırmaq üçün, Laçında əvvəlki kimi yaşamaq üçün adi bir təndir var, təndir. Ona da ehtiyac var. Hər şeyə, Laçında bu dəqiqə hər şeyə ehtiyac var. Məsəl üçün, gedirik o mağazin açılır, paltar. Adi bir ticarət, biznes. Gelip orada görsən ki, sənə ehtiyacı olan bir şey var orada. Adam sanmış ki, layi şükür. Laçında da belə bir şey olar. Bugünə qaldı da olur. Ona görə Çox gözəl olar. Laçında hər bir şey, Ehtiyac var. O mağazında hər bir şey. Çox ehtiyac var. Allah Cazibeden ayakkabılar. Gerçi 32 ildən sonra çok şükür olsun ki, Laçına qayıdıb 32 ildən sonra Laçında mağazine gəlib paltar sağ ol, paltar aldım. Dedi ne kadar gözəl sevindirici bir Mən haldır. işte bura gələndə mənim ən yaralı yerim meyvədir. Deyirdim ki, mən bir dənə orada meyvəsiz qala bilmərəm. Elə bildim ki, meyvə var. Üstə heç şey yoxdur. Hara gəldim ki, hər şey var. Adi diz ağrısı, bel ağrısı indi %80% insanlarda Əlbəttə ki, o 35-40 yaşında ona görə də eldə aparatlar var. Misal üçün elektroforezlərdir, maqnitlərdir. Bunların hamısına daha çox ehtiyacı var. Mən fikirləşirdim, Qəmzə xanım. İnanırsınız, mən düşünürdüm bu barədə. Sadəcə olaraq mən tutaq ki, fizioterapiyanı gətirdim. Axı
burada evdən evə getməliyəm, düzdürmü? Amma bir mərkəz, bir yeri olanda insanlar Hamı gedir gələcək. Tibbi savad Bəli, çox gözəl. Tibbi savadı olmaq, gözəl bilirsiniz olar. necə? Əlbəttə, çünki hamının Bəli, ehtiyacı var. masajlardır, misal üçün qadının, sırf qadın üçün masaj, boyun masajları, fizioterapiyanın özüdür. Düşünürəm ki, yəni baxanda bu sakinlərin hal-hazırda qayıdan sakinlər, orta yaşlı olan sakinlərdir. Yəni kosmetologiya öz yerində, ondan da əlavə daha çox sağlamlığa köməklik edən işlərlə başlamaq lazımdır ki, yəni gözəllikdən kənara birinci sağlamlığa olan işlərlə. Çünki o əsasdır da hal-hazırda, yenə deyirəm. Çünki sakinlər hələ çox cavan sakinlər deyillər. Ona görə çox əla olar həqiqətən. Üz masajı, bel masajı, misal üçün boyun və yaxud da qadınlardan istifadə etmək. Adi üzr istəyirəm, bu sınır açandan sonra ora masaj yazılır. Masaj və fizyo proseduralar, bəli. Fizyolar lazımdır ki, maqnitli, elektroforezli, müxtəlif fizyolar, müalicələr yazılır. Onlar da yəni ki, hətta belə bir iş də eləyə bilərik. Biz sizdən, mən onu da bacarıram, Azərbaycan dilində bir dəqiqə tapım deyim onun adını, zəli proseduralarıdır. Misal üçün o da, bax o zəlilər daha da yaxşı köməklik edir. Bildiyiniz vaxt gedir, amma mən bunları sevə-sevə eləyirəm, Balaca paylaşıram. olanda taxardı başımıza. Çox gözəldir. Əllərinizə sağlıq. Çox Möhtəşəmdir. İndi yay sezonudur hal-hazırda. Daha çox istifadə. Ucuz qiymətdə, yəni bunlar Bakıda hesablasan 40-50 manata satılırsa, bu 15-20 manata burada yəni düşünür ki, o satılır. Əllərinə sağ ol. Əllərinə sağlıq, əlbəttə. Şiriyatı için orada. Bu yesin ben Yok bu sen yok. Sizə sevə-sevə öyrədə bilərəm, göstərə bilərəm ki, siz də özünüz üçün Əllərinizə sağlıq. belə mən bunlarla bağlı satışlar da eləmişəm. Ən çox WhatsApp üzərindən. Ən birinci başladım. Deməli, mən bu əl işlərini hazırladım və başladım bunları hədiyyə eləməyə. Ən birinci hədiyyə elədim. Həmişə belə başlayır. Hədiyyə elədim. Öz yaxın insanlarıma, əzizlərimə hədiyyə elədim. Və onlar taxdılar, başladılar onların tanışları görməyə. Mən başladım bir sifariş qəbul etməyə. Elədim. Sonra sifarişlərim çox olandan sonra başladım WhatsApp üzərindən. Paylaşdım, belə müştərilər. Bunlar hal-hazırda mənim əlimdə olanlardır. Bunlardan da çox idi. Çox təəssüf ki, indi əlimdə yoxdular, satmışam onları. Yəni belə. Təsvir edirsən. Təəssüf edirəm ki, sizə göstərə bilmədim. Belə də baxın, zəhmət olmasa, burada mumcuqlarıma da baxın. Bunlarla işləyirəm və bir də broşlar göstərəcəm sizə. Bax, paltarların üstünə də işləmək olur. Bir də nə eləyirəm, hal-hazırda burada yoxdur. Xanımlarımızla danışdıqca görürük ki, doğrudan da onların hər birinin böyük bir potensialı var, hər birinin bacarığı var, yaradıcılığı var. Bu şəxslərin bacardığı əl işlərin, gördüyü işləri biz təbliğ etməyi özümüzə borc bilirik. Bizim düzgün düşüncəmiz bundan ibarətdir ki, xanımlar, biz öz maarifləndirmə işimizi, PR-ımızı yüksək səviyyədə aparaq və bacardığımız əl işlərimizi, tikişimizi, digər məhsullarımızı, şirniyyatımızı digər yerlərdə təbliğ eləyək. Ola bilsin ki, bizim bacardığımız əl işlərimizi və şirniyyatımızı, digər məhsullarımızı Xan kəndində, Şuşada satışını eləyə bilərik. Necə ki, Can Laçın məhsulları var. Can Laçın istirahət mərkəzidir bura, yəni bura bir çay evidir. Bu çay evində bu məhsulların nümunəsini göstərik və dünən də mən göstərdim və bu gün də o məhsullardan biz burada istifadə edirik. Arzu edirəm ki, növbəti günlərdə hər birimizin daha bacarıqla, daha yüksək səviyyədə, daha yeni təkliflərlə biz müzakirələrə qoşulaq və bu təkliflərimizi yeniləmək üçün hər hansı bir mövqeyimiz varsa, bunu burada biz yekunlaşdırmayaq, davam etdirək. Bu da biz Laçınlar üçün bir inkişaf olar. O inkişaf ki, necə ki, proqramlara salınır, o inkişaf ki, nümunə kimi göstərilir və təbliğ olunur. Arzu edirəm ki,
yenidən görüşlərimizdə öz ideyalarınızla, planlarınızla, proqramlarınızla bizim yanımızda olasınız və mənim də gücüm çatdığı qədər sizlərə hansı yolda, necə dəstək ola biləcəmsə, öz dəstəyimi göstərəcəm. Hər halda hər birinizin qeydiyyat üçün dəftəriniz var, notebooklarınız var. İstifadə edə bilərsiniz, qeydiyyatlarınızı götürə bilərsiniz. Lazım gəldikdə təkliflərinizi, iradlarınızı, rəylərinizi mənə verə bilərsiniz. Bu da bizim regionlarda yaratdığımız bacarıqların aşkarlanması və bacarıqlarımızın proqramlaşdırmasından ibarət olsun. Yenilik dolu planlarınızı biz gələcəkdə sizinlə bərabər həyata keçirməyə hazırıq. Çünki mən də sizin birinizəm. Mən bu gün burada ayaq üstə danışıram. Sabah Reyhan xanım danışacaq, Şəlalə xanım danışacaq, Həvva xanım, Ramilə xanım, Qəmzə xanım, yəni Sevil xanım. Biz burada hamımız bu görüşmədə danışacağıq. Və deməli siz xanımların rəyinə görə, istəyinə görə, arzusuna görə yenə də bu günümüzü biz təbiət qoynunda bu Can Laçın çay evində keçirməyi borc bildik və inanıram ki, növbəti günlərdə sizin istəyinizə uyğun harda istəsəz görüşünüzü orada keçirəcək. İstəsəniz içəridə, otaqlarda, rəsmi qaydada və bu cürə bizim ünsiyyət qurmaqla bərabər bir yerdə keçirməyə hazır olacaq. Mən elə gəl ki, hamımız razıyıq, elə deyilmi? Və buna görə də hər birinizə yenidən mən sağ ol deyirəm ki, bacarıqlarınız mükəmməldir, çıxışlarınız gözəldir. Yenidən sizi görmək mənim üçün xoş olacaq. Onun yaxası zədələnir. Bu onu paltarını tutmayan paltarı. Çox qəşəng. Qabaqların üstünə. Ancaq bunlarda hələ ki, belə göstərim. Burada göstərişlər olacaq. Nəzakət xanım hörməklə bağlı göstərəcək. Və bu gün bunların satışını etməkdə xüsusilə bu zərif məhsullardan istifadə edir. Bu zərif məhsullardan istifadə edildiyinə görə satış daha çox alınır. Baxın, kiçik sahibkara nə lazımdır? Bunların satışı. Belə. Sonra belə bir varakliklər də hazırlayırıq. Wow. Çox gözəl. Ağ köynəklərə. Fərqi yoxdur, rəngindən asılı olmayaraq. Yer olsa, məsəl üçün mənə elə bir şeylər gəlir ki, onu dərzilikdən kənar bir şeydir, sizin işiniz var. Məsələn, bir yanıq yeridir. Onu tikirsən olmur. Onu güllə, əl işi ilə onu gül kimi oy. Bax elə bir deyək ki, bax belə bir şeydir də deyək ki. Elə bir bunun qırağını belə toxuyursunuz və o yanıq, o siqaret külünü düşdüyü yer, istər kişi köynəyində, istər qadın və onu siz eləyə bilərsiniz. Stolumuzu oraya qoyaq, qoyaq, bir bırakaq. Yuxara da gedir. Yəni bunların hamısını biz belə mehribançılıqla, belə gözəlliklə O eləyirdi, rizq işlədirdi. Yox, elə bir şey var ki, mən bu günləri biz dəyərli öz zamanınızı bizimlə bölüşdünüz, dəyərli vaxtınızı bizimlə bölüşdünüz. Düzdür, çəkiliş sistemində, orada hansı ki süjetlərdə ola bilsin ki, biz çox çəkiliş etmirik. Bilirsiniz niyə? Sizin zamanınız gedir. Gör saat neçədən biz başlamışıq bu qədər müzakirələrə və yorulmuruq. Bunun da məqsədimiz odur ki, sizlə birlikdə belə gözəllikləri yaşadıq biz və gələcək övladlarımıza, gələcək nəslə bir nümunə olaraq bizim xanımlarımız iş prinsipini, iş yollarını göstərəcək. Hər birinizə gəldiyiniz üçün təşəkkür edirəm. Növbəti günlər daha da yeni bir məlumatlarla sizinləyəm. Minnətdaram ona görə ki, hər biriniz bildiyiniz məhsullardan, bildiyiniz bacarıqlardan çıxış etdiniz və nümunələr göstərdiniz. Reyhan xanım, Elmira xanım, Həvva xanım, Ziba xanım, Ramilə xanım, Qəmzə xanım, Şəlalə xanım, hər birinizə dərin təşəkkürümü bildirirəm. Çünki bu özəl gündə, gözəl gündə siz bizim yanımızda oldunuz. Və biz də sizə dərin təşəkkürümüzü bildiririk ki, yenə də deyirəm ki, siz
bizim Laçınlara belə bir təşəbbüslə, belə bir gözəl yaradıcılıqla dəstək olacaqsınız. Minnətdaram. Yenidən növbəti gün görüşmək ümidi ilə sizinlə ayrılıram. Buyurun çay süfrəsinə. Ha bakalım gel yanıma. Ne güzel. Bak el qabiliyyətləri xanımlar aşkar olunur burada. Necə gözəl bəli. El işləri var. Əlbəttə ki, əlbəttə ki. Ben dünən də söyləmişəm ki, bizim